komandasına Elnur Əşkini və siz heyətlərlə tanış olduqda Hüseynov hesabı açdı gözəl baş zərbəsi ilə Qapçı da səhvlidir olarsan. gözəl asisti və sağlı sollu ataklar eləyir. Burada isə Kamran müdafiəni yarı və Elxanın anlaşılmazlığı Kamranın möhtəşəm goluna səbəb. Bu qola avtogol da deyərlər. Spoiler vermə. Elnur Kamrana seydi. Alfaviyyə və gol. Və 2-1 oldu hesab. Eğitim komandası biz buradayıq deyir, uduzmayacaq deyir. Orada İhsanın cərimə zərbəsindən sonrası Kamran hesabı 3-1 elədi. Bəli, İhsanın möhtəşəm cərimə zərbəsi dirəyə dəydi və orada gol duyma olan, hiss eləyən, hər epizoddan maksimum yararlayan Kamran Hüseynov özünün və komandasının 3-cü golunu etdi. Elxandan Elnur'a doğru Elnur'da incə pas, Elxana topu təkbə-təkə bıraxdı və bir topa indirdi. Bəli, gözəl Elxana dubla imza atdı və Elnur 2 asist, Elxana 2 golla qatda qalır. Hələ ki, hesabı Elxandan Elnur'a, Elnur'dan Anana, Anandan Elnur'a, Elnur'dan Qapıya və gol! Bəli, hesabı bərabərləşdirdi Elnur Anarın asistində. 1 gol, 2 asistlə yatdı qalır hələ ki Elnur. Biz buradayıq, biz uduzmayacaq. Oyunda hər şey ola bilərdir və hesab arasında fərq qalmadı və indi isə kartlar yenidən paylanacaq. Elnur qapının yanına keçdi. Əşrəf və Əşrəfdən gözəl, fantastik hərəkət və gözəl bir gol vurdu. Bəli, 4-3 İtim komandası öndədir. Əşrəfin boyunda 3 gollu vurdu. İsa isə sevilir, amma Kamran boş olmağa baxmayaraq uzu vurmaq seçdi və qapıcı qaytardı. Burada isə Cəfər günahını yedi və 5-3 elədi. Bəli, Kamran 2 topa qaldı. Elfağadan Elnur'a və Elnur golların birinin əvəzini çıxdı. Bəli, hesab isə 5-4 oldu burada. Elfağa yenə də dek salalı 2 dənə ulduz oyuncu öz sözünü deyir. Elnur'un ikinci komandasını Elnur topun qarşısına aldı. Elnur bugün orta hücum zaşıda hər yerdədir. Elfağa oluyor. Elfağadan Anar'a doğru ötürmə. Anar təkbətək qalır. Anar'ın zərbəsi və gol vurdu boyunda. Elfağanın isə 3-cü asisti deyərdim, amma ikinci asistidir. Bəli, heç də ola bilər. Nəyəsə o axırda şey eləyərik. Kamrandan gözəl hərəkət. Kamran təkbədə çıxdı və gol. Kamran fərdi ustalığı sayəsində Kamran gol vurdu. Bəli, qapıcı Kamrandan gözəl pas, 2 dənə Kamranın işbirliyi və Hüseynov Kamranın hesabı 6-5 oldu və İtim komandası burada isə Anarın pasını verdi, təkbədəş qalır və hesabı bərabərləşdirdi. Bəli, biz buradayıq deyir, biz əl çəkmirik deyir, hesabı bərabərləşdirəcək deyir və 6-6'lıq bir maç izləyirik. Bəli, Anarın pasında Elnur hesabı bərabərləşdirdi. Elfağadan Anar'a, Anar və gol! Bəli, hesabda önə ki, hesab hələ ki 7-6'dır. Nəzərdə çatdırım ki, son 2 oyunu ne oldu ama cərimə oldu. Niyə oldu? Amma möhtəşəm bir gol oldu. Bəli, İhsanın möhtəşəm cərimə zərbəsi ilə hesab 7-7 bərabərləşir və komandanın kapitanı oyunda ilk golunu vurur və komandanın lider olan məğlub olmayacaq deyir, geri dönəcək deyir. Bu maç burada bitməz deyir və möhtəşəm cərimə zərbəsi ilə golun təkrarını gözəl sevi vardı. Düzdür, burada 50% Mehdi qazırsa 50% Cəfər gələcəkdir, amma Əşrəf möhtəşəm bir gol vurdu. Bəli, hesab arasındakı fərqi artırdı və